Salam müəllimlər, hər vaxtınız xeyirli olsun. Xeyir olsun, sağ olun. Salam. Axşamınız Salam müəllim, məlumatınız xeyir olsun. Salam, hər vaxtınız xeyirli olsun. Necəsiz əziz müəllim? Salam, axşamınız xeyir, müəllim. Axşamınız xeyirli olsun. Axşamınız xeyir. Hər vaxtınız xeyirli, uğurlu olsun. Çox sağ olun, Samirə müəllim, çox sağ olun. Vüsal müəllim, necəsiz? Sağ olun, yavaş-yavaş, sağ olun. İllər Yaxşılıq. öncə kurikulum qrupundaydınız, indi düzdür, bu il tarix olmayacaq. Olmayacaq. Qoşulmuşdum. Fənnə də qoşulmuşdum bir müəllim. Nəsə mən fəndən də çıxdım, deyirəm, amma Samra müəllimə, həmişə 21:00-da olacaq dərs. Yox, bugün biraz yəni işim var idi, ona görə gec oldu. 20:30-da olacaq. Çalışın 21:00 eləyin də, biz də indi repetitor müəllim çox gec olur axı. 21:00 çatdıra bilmirik axı. Dərsləri yarımçıq qoya bilmirik onda bizdə. Yox, mən hamıya uyğun mən cədvəlimi qura bilmərəm. Mən quracağam, mənə uyğun cədvəl siz qurmalısınız. Çünki mənim digər qruplarım da var. Sonra mən lap gecdə qutara bilmirəm. Dərslərimiz 20:30-da olacaq, dəyərli müəllimlər. Belə, mən sizə ümumi məlumat verim. Mikrofonları bağlayaq, əziz müəllimlər. Mikrofonları bağlayaq. Deməli müəllimlər, bu qrup kurikulum qrupudur. İlk dərsimizdir, ödənişsiz dərsdir, sınaq dərsimizdir. Bunu izləyin. Bu dərsi YouTube kanalında da paylaşacağam. YouTube-da məni izləyən dəyərli müəllimlərim, əgər ödənişsiz qruplara sizlər də qatılmaq istəyirsinizsə, şəxsimə yazın. Ödənişsiz qrupun linkini göndərim, daxil olun və YouTube kanalımı izləyən dəyərli müəllimlər, zəhmət olmasa orada bir kommentariya yazmağa, bir like etməyə, bir videonu paylaşmağa dəstək olun. Hər birinizə minnətdaram, yəni əməyə hörmət olaraq. Belə müəllimlər, bu qrup sırf MİQ və sertifikasiya səviyyəsində kurikulumu öyrənmək istəyən müəllimlər üçündür. Kurikulum bilirik ki, bütün işə qəbul imtahanlarında düşür. Müəllimlərin işə qəbulunda, sertifikasiya imtahanlarında, sonra direktor, müavin və təşkilatçıların işə qəbul imtahanlarında kurikulumdan suallar var. Və kurikulumu biz bu qrupda həftədə 2 dəfə keçəcəyik. Deməli, bugün ayın 12-sidir. İlk ödənişsiz sınaq dərsimdə aprelin 1-nə qədər mən ödənişsiz qruplarda sınaq göndərəcəm, işləyəcəksiniz, material göndərəcəm, baxacaqsınız, sorğu kimi testlər də işləyəcəyik. Aprelin 1-də isə artıq ödənişli dərslərə başlayacağıq. Ödənişli dərslər hamıya uyğun olacaq, yəni hər biriniz bu ödənişli dərslərdən faydalana biləcəksiniz. Kimlər ki iştirak etmək istəyir, qrup artıq demək olar ki yığılır. Aprelin 1-dən isə artıq ödənişli qruplarda dərsə başlayacağıq. Belə, biz dərsimizi necə keçəcəyik? Həftədə 2 dəfə 1 saat, 1 saat yarım dərsimiz olacaq. Saat 20:30-da olacaq. 20:30-da dərsimiz olacaq inşallah və biz müəllimlər əsasən situasiyaya deməli daha çox yer ayıracağıq. Nəyə görə? Çünki mövzuları bilirik, öyrənirik, video yazılara baxırıq, amma situativ sualları biz həll edə bilmirik və imtahanlarda da sualların əksəriyyəti situativ suallardır. Biz bu suallarla hər gün işləməliyik. Time 2024 vəsait kitabını mütləq alın, mütləq evdə sərbəst olaraq hər dəfə mövzunu keçdikcə siz oradan mövzuları işləyəcəksiniz. Bilmədiyiniz sualları screenshot edib qrupa atarsınız, cavablandırarıq. Amma bundan əlavə təbii ki, bu sərbəst ev tapşırığıdır. Amma dərslərdə isə biz mövzunun əvvəlcə mən PDF-ini göndərəcəm, tanış olacaqsınız, videosunu göndərəcəm. Yəni kimin vaxtı varsa video yazıya da baxa bilər və dərsdə sırf biz ancaq dərs müddətində situasiya tipli suallar işləyəcəyik. Yəni mövzumuza uyğun. Görək öyrəndiyiniz o nəzəriyyə hissəsini siz situasiyaya tətbiq edə bilirsiniz, yoxsa yox. İndi müəllimlər, hələ ki evə heç nə verməmişəm, yəni ilk dərsimizdə, amma aktual mövzulardan birini seçmişəm. Sinfin idarə edilməsi, mexanizmləri və strategiyalar. Bu haqda əksəriyyətinizin məlumatınız var. Sadəcə olaraq, qısa olaraq məlumat verim ki, və sonra başlayaq buna uyğun test işləməyə.
Effektiv ümumiyyətlə nə deməkdir? Yəni sinfi effektiv idarə etmək, sinfi daha yaxşı idarə etmək, sinfi səmərəli idarə etməkdir. Effektiv şəkildə idarə olunan sinfin təşkili üçün səy, cəhd tələb olunur ki, bunu da edəcək yeganə şəxs təbii ki, biz pedaqoqlarıq, biz müəllimlərik və bunun üçün müəyyən bir texnika və strategiyalar var. Bunları artıq bilirik. Gözləntilər, prosedurlar, qaydalar, sinif daxili konfliktlərin həll edilməsi, şəxsi nümunə və s. Gözləntilər odur ki, müəllim şagirdə onun davranışı, fəaliyyətinin necə olması barədə ötürdüyü mesajdır. İki cür gözlənti var ümumiyyətlə, müsbət gözlənti və mənfi gözlənti. Yəni yüksək gözlənti və aşağı gözlənti. Şagirdlərə hansı gözləntilər çatdırılarsa, onu aydın şəkildə izah etmək lazımdır. Yəni şagirddən nə gözləyirsinizsə, əvvəlcə onu izah etmək lazımdır ki, gözləntiniz budur. Onda o ona aydın olacaq və sizin gözləntilərinizə uyğun davranış nümayiş etdirəcək. Qaydalar ümumi davranışla bağlı olan bir dəqiqə, qrupa gələn var, onu qəbul edim. Yoxdur. Belə, deməli qaydalar nədir? Ümumi davranışla bağlı olduğu halda prosedur isə müəyyən tapşırıqların necə həyata keçirilməsini göstərir. Yəni prosedurlar həmin qaydaların həyata keçirilmə ardıcıllığıdır. Qayda və prosedurlar dərsin ümumiyyətlə bilir ki, əvvəlində müəyyənləşdirilir. Dərs ili boyunca düzəlişlər, yəni bu qaydalara, bu prosedurlara təbii ki, biz düzəlişlər, əlavələr, çıxarmalar edə bilərik. Və qaydalar ümumiyyətlə qaydalar gözləntilərin daha sərt formasıdır. Yəni qaydalar şagirdləri cəzalandırmaq üçün deyil, sinifdəki davranış sərhədlərini müəyyən etmək məqsədi ilə deməli tərtib olunur. Qaydalar necə yazılmalıdır? Əlbəttə pozitiv dildə yazılmalıdır. Qaydalar şagirdlərlə müzakirə olunmalıdır. Qaydaları izah edərkən müəllim özü də rol model olmalıdır. Yəni müəllim sinifdə qayda tərtib edib tutalım ki, dərsə vaxtında gəlin. Bir var yazır ki, dərsə gecikməyin. Dərsə gecikməyin doğru deyil. Çünki biz onu deməli inkarda yazmış oluruq, amma biz onu təsdiqdə yazırıq. Məsələn, dərsdə vaxtında gəlin, amma müəllim özü dərsə gecikir. Onda sizcə şagirdlər bu qaydalara riayət edərlər? Təbii ki, xeyr. Ona görə müəllim özü mütləq rol model olmalıdır. Qaydalar tərtib olunarkən şagirdlər də iştirak etməlidir. Ümumiyyətlə şagirdlər o qaydaların tərtibində özləri iştirak edirlərsə, onda o qaydaları pozmayacaqlar. Yəni daha nizamlı olaraq o qaydalara əməl edəcəklər və qaydalar sinif otağının görünən yerində asılmalıdır. Və biz şagirdləri tərifləyə bilərik. Təbii ki, yəni şagirdin davranışına uyğun biz onu tərifləyə bilərik, amma onun şəxsiyyətinə deyil, onun davranışına diqqət çəkərək tərifləməliyik. Qaydalar 3-5 arası, yəni nə çox az, nə də çox olmalı deyil. Həddindən artıq qayda olanda yəni necə olacaq? Sanki şagird özünü çərçivədə hiss eləyəcək, o çox qaydaları yadda da saxlaya bilməyəcək. Sinif qaydaları tərtib edərkən az öncə dedim, yox, təsdiq əvəzinə. Yəni təsdiq cümlələri qurmaq daha yaxşı olar. Sinif qaydalarını yadda saxlamağın yolu isə odur ki, təbii ki, onu biz sinif otağının görünən yerindən asaq. Prosedurlar da həmin qaydaların yerinə yetirmə ardıcıllığıdır. Prosedur prosesləri daha axıcı edir, daha rahat eləyir. Prosedur olmasa davranışın təbii ki, idarə olunması, tapşırıqların yerinə yetirilməsi, təlimatın verilməsi normadan artıq vaxt aparacaq. İlk öncə biz öyrətməliyik. Yəni biz qaydaları tərtib edəndə təbii ki, biz şagirdlərə onu öyrətməliyik, deməliyik, onlara bildirməliyik, sonra məşq etməliyik və daha sonra möhkəmləndirməliyik. Yəni bir dəfə qayda, prosedur tərtib etdik, uşaqlar həmən ona hamısına təbii ki, əməl etməyəcəklər. Mütləq biz onlarla məşq etməliyik və israrlı olmalıdır. Yəni müəllim israrlı olmalıdır ki, şagirdlər bu qaydalara əməl etsinlər. Yəni minimum 21 gündən sonra təbii ki, biz israrlı şəkildə onlarla məşq etsək, möhkəmləndirsək, biz o şagirdlərin o qaydalara əməl etdiyini görəcəyik. Belə müəllimlər, indi dərsimiz burada sinif daxili konfliktlər də var. Bunu hələ izah etməyim. Bunu biz qrup başlayandan sonra daha ətraflı izah edəcəm. Məsələn, sinif daxili problemlər müəllimlər
Burada az da qoy izah edeyim. Deməli, sinifdaxili konfliktlərin həll edilməsi, yəni əgər insan resurslarla işləyiriksə, təbii ki, konfliktlərin olmaması mümkün deyil. Mütləq olacaq o konfliktlər və insan faktorunun olduğu hər bir yerdə konfliktin olması qaçınılmazdır. Şagirdlərin içində olduğu konfliktlər digər problemlərə yol aça bilər. Ona görə də biz bir pedaqoq kimi çalışmalıyıq ki, həmin konfliktləri həll edək. Necə həll edirik? Yəni sinif iclasları keçirdə bilərik, ortaq dəyərlər yarada bilərik. Xüsusi müəllim, hər bir müəllimin özünün xüsusi strategiyası ola bilər ki, ondan istifadə edərək həmin problemləri deməli həll edə bilər. Ümumiyyətlə müəllimin yanaşması reaktiv və proaktiv ola bilər. Reaktiv odur ki, müəllim nəsə bir problem olduqda həmən əsəbləşir, qışqırır, cəza verir, hədə-qorxu gəlir şagirdlərə, şagirdləri məcbur edir. Amma proaktiv yanaşma odur ki, müəllimin bir B planı olur. Bir planı olur ki, sinifdə hər hansı bir problem olduqda onun qarşısını necə alaq? Burada buzqıran strategiyalar da var. Buzqıran nə deməkdir? Yəni aradakı o soyuq münasibətləri əritmək. Yəni müəllim xüsusi metodlardan istifadə edərək həmin o şagirdlər arasındakı o buz kimi münasibətləri, o soyuq münasibətləri nə edəcək? Təbii ki, əridəcək. Məsəl üçün bir-birlərinə sevdiyi aforizmi deyə bilərlər. Keçmişini, indini, gələcəyini təsvir edən 3 söz yaza bilərlər. Unikal xüsusiyyətlərini bir-birlərinə deyə bilərlər və yaxud da tor strategiyası var. Bunu ətraflı keçəcəyik. Bunlar hamısı buzqıran strategiyalardır və yaxud da müxtəlif strategiyalardan da siz istifadə edərək şagirdlər arasındakı o buz, soyuq münasibəti əridə bilərik. Belə müəllimlər, mən hər dəfə deməli ödənişli qruplarda necə olacaq? Bütün bu PDF-lərin, baxın, dəqiqə baxın, bütün mövzuların PDF-ləri var. Yəni kitabdan da təbii ki, daha geniş şəkildə oxuyacaqsınız müəllimlər. Çünki kitabda daha genişdir. Amma belə mən konspekt şəkildə hamısını qeyd etmişəm. Bir dəqiqə baxın burada. Bütün kurikulum mövzuları hamısı konspekt şəklində var. Hamısı konspekt şəklində və bunu əvvəlcədən tutalım gün ərzində hər dərsimizdə 1-2 mövzu götürüb sizə göndərəcəm. Video yazısı da var. Vaxtınız olsa video yazısına da baxarsınız. Amma dərslərdə situativ sualları işləyəcəyik. İndi gəlin müəllimlər, mən sizə bu mövzumuza aid qruplara indi mən deməli test göndərəcəm. Bu niyə belə oldu? Bir dəqiqə açılsın müəllimlər. Gəlin bu açılana qədər müəllimlər, gəlin mən bunu paylaşım. Ekran paylaşımı edim. Siz onu bir dəqiqə. Əslində açıq qoymuşdum WhatsApp-a ki, mən onun mövzular testləri göndərim. Görüm açıldı. İndi açılacaq müəllimə. Bir dəqiqə səbirli olun. WhatsApp-ım açılsın. Mən sizə deməli situativ test göndərim. Onu işləyin. Zəhmət olmasa görüntülərə, mikrofonlara nəzarət edin. Bu açılana qədər gəlin mən ən yaxşısı ekran paylaşımı edim ki, vaxtımız getməsin. Gəlin birincini buradan işləyək müəllimlər. 2 ilə 3-ü qrupa göndərərəm. Orada WhatsApp biraz gec açıldı. İstəmirəm vaxtımız getsin. Belə, başlayın müəllimlər. Buyurun. Ekran paylaşımını görürsünüz? Yox, mən də görmürəm.
Bəli, müəllimə görünür. Görkənim müəllimə. Görünür, aha, Görünür, bəli, görünür. görünür, lap yaxşı. Mən də nə bilmirəm. Mən gərək ki, qaydım o şeyə gedim. Ekran paylaşımı etmişəm. Siz bir ekranınızı yuxarı aşağı edin. Hüsam müəllim. Ekranınızı yuxarı aşağı edin, görünəcək. Ya İndi göndərəcəm. Qruplara bir dənə indi o status açılsın, göndərəcəm. Müəllimə, testin cavabını burada deyirik sizə, yoxsa yazırıq? Özünüz qeyd eləyin. Mən onu cavablarını deyəcəm, siz özünüz yoxlayacaqsınız. Oldu. Dəqiqə açılsın, göndərəcəm.